Həkimlik peşəsi insanın vaxtını alır. Adamın cavanlığını əlindən alır. Bizim pasiyentlər bilirlər ki, hərdən deyirlər ki, bəs sizin bazar gününüz, vuxadlığınız yoxdur. Həkimlik hər kəsi əlbəttə ki, çünki dediyim kimi o həkimlik oxumaq, tibbi oxumaq, sonra bunun ixtisaslaşmasıdır. Adamın cavanlığını əlindən alır. Çünki 18 hardasa yaşından 30 yaşına qədər o vaxt ərzində kimsə gəzib, kimsə dünyanı görüb, kimsə artıq sosial olaraq müəyyən işlərlə məşğul olub. O vaxtı həkimlərdə yox kimidir. Və bundan sonraki vaxtda da həkimlik peşəsi insanın vaxtını alır. Bizim pasiyentlər bilirlər ki, hərdən deyirlər ki, bəs sizin bazar gününüz, vuxadlığınız yoxdur. Biz də başa salıb ki, xəstəliyin bazar günü vuxadlığı olmur. Bu şəkildə doğrudan da çox insanın vaxtını alan bir peşədir. Amma buna baxmayaraq o insana verdiyi o gözəl duyğuların hamısı bu gedən vaxtlara əlbəttə ki, dəyər. The dawn I wake up to find